Salam, xoş gördük sizləri əziz abituriyentlər. Bu günləri köməkçi nitq hissələri, ümumi məsələlər mövzusunun testlərinə baxacağıq. Əgər belə testlərin, belə izahların davamlı olmasını istəyirsinizsə, kanala abunə olub, fikir və təkliflərinizi rəy bölümündə yaza bilərsiniz. Birinci sual. Nümunədə hansı köməkçi nitq hissələrinin işləndiyini müəyyənləşdirin. Burada nə olar hər şeyə deyə bilmirəm. Deyəsən bunlara həyat deyəcək. Ah təki sən sağ ol, bu soyuq tale məndən istəsə bir can istəyəcək. Deməli, burada deyəsən nədir modal sözdür? Ah nidadır, təki olacaq nə? Ədat. Deyə bilərsiniz, bəs burada nə? Bu nə işə yarayır? Təbii ki, bu olmaq etmək feillə birlikdə əvəzləşdir və mürəkkəb feil yaradır. Modal söz, nida, ədat. Cavabımız olacaq A bəndə. İkinci sual. Nümunədə hansı köməkçi nitq hissələrinin işləndiyini müəyyənləşdirin. Nə, nədə? Fikir versəniz, bax, təkrar olunur, inkar bağlayıcısıdır. Üçün qoşmadır. Özündən belə, bu da ədatdır. Deməli, bağlayıcı, qoşma, ədat. Cavab olacaq A bəndə. Bağlayıcı, qoşma, ədat. Hansı cümlədə köməkçi nitq hissəsi işlənməmişdir, deyir. Ey vidadi, burada ey çağırış nidası. Aha, nida. Bunlar olmayacaq. Olarmı ədat. Mən də bağlayıcı. Deməli, cavab olacaq E bəndə. Hansı cümlədə həm ədat, həm də modal söz işlənmişdir? Baxaq, burada E2 bağlayıcıdır. Modal söz işlənib B bəndində, burada da ancaq məhdudlaşdırıcı ədat. Cavabımız olacaq B bəndi. Burada nəhayət modal sözdür, ədat yoxdur. Modal söz var, ədat yoxdur. Ədat var, modal söz yoxdur. 5. Hansı cümlədə həm ədat, həm də modal söz işlənmişdir? Zaman dəyişir, hər şey inkişafıdır, həmçinin insan zəkası da, həmçinin iştirak bağlayıcısıdır. Saat 1-də biz də toplanışda olmalıyıq mı? Də bağlayıcı mı, ədat. Bizdə nəyə soruşur? Modal söz olmalıdır, bir də ədat olmalıdır. Bəlkə burada nədir? Modal sözdür. Daha da qüvvətləndirici ədat. Cavab olacaq C bəndi. Burada deyəsən E bəndinə fikir versək, modal söz var. Bizi də gözləyirlər. Uşaqlar, burada da da iştirak bağlayıcısıdır. Yəni, bu necə tapmalıyıq biz? Başqalarını da gözləyirlər. Bizi də bu formada iştirak məzmununu bildirir. Hansı cümlədə üç köməkçi nitq hissəsi işlədilmişdir? Ay bala, məyər sən də uşaqsan? Burada ay nida. Məyər sual ədatı. Sən də. Bu da olacaq nə? Bağlayıcı. Elə cavabımız A bəndi olacaq. Axı burada ədatdır. 2 sual ədatı. Nə? Nə etmişəm? Gördüyünüz kimi bu əvəzlik olacaq, etmək olmaqla birləşir. Demək olar ki, bağlayıcı başqa da yoxdur. Sualın yarısı o tərəfdədir. Keçək o tərəfə. Məyər burada ədatdır. Də, Mehdi də bağlayıcı. Bu da olmayacaq. Solun üstündəkilər də bağlayıcı, məncə modal söz. Yəni, bunların hamısında 2 var. Bunlar olmayacaq. 7-ci sual. Biri sözə bitişik və ayrı yazılmasından asılı olmayaraq ahəng qanuna tabe olan köməkçi nitq hissəsidir. Baxın, bu biraz maraqlı sualdır. Çünki bunlar A, B, C, D, E-də olan bütün köməkçi nitq hissələri hamısı bitişik yazıla bilir. Birbaşa E bəndindən başlayaq uşaqlar. Tək qoşması bitişik yazılır və tək variantlı olduğu üçün bu ahəng qanuna tabe olmur. Bu ümumiyyətlə tabe olmaq nə deməkdir? Məsələn, söz qalın saitlə bitərsə, qalın saitli qoşma artırılır və ya da köməkçi nitq hissəsi hər hansı biri artırılır. Söz inci saitlə bitərsə, incə saitli artırılır. Məsələn, burada sana, sənə.
Gördüyümüz kimi sana, sənə. Söz qalın saytla bitərsə sana, incə saytla bitərsə sənə artırılır. Həm də bu mu ədatı da o qaydaya uyğundur. Aha, amma bu ikisi tək və tək uyğun olmadığı üçün D və E variantı olmayacaq. Qaldı 3 variant. İ ilə şəkilçiləşmiş forması təbii ki, ahəng qana tabe olur, amma bu formada tabe olmur. Çünki bizə deyir ki, həm bitişik yazılanda, həm də ayrı yazılanda. Bu bitişik yazılanda olur, ayrı yazılanda olmur. B-də olmayacaq. Qaldıq 2 variant. Bunları silim sizə tam göstərim. Qaldı sana və M ədatı. Gəlin baxaq. Sana heç vaxt ayrı yazılmır, həmişə bitişik yazılır. Amma bizə deyir ki, bitişik və ayrı yazılanda. Ona görə sana da olmayacaq. C bitişik yazılır, amma bəzən ayrı yazıla da bilir. Necə? Məsələn, sən də yaza da bilmirəm. Qələm hər zaman kimi qələm ələ gəlməyib. Sən də mi? Yaza bilmədim, amma elə başa düşün ki, sən də mi yazdım. Da, də bağlayıcısı mi ilə sən və bəzi sözlərin arasına girərək onu ayırır. Elə başa düşün ki, bu da, də qara pişik kimi girir sən və mi ədatının arasına onları ayırır. Ayıranda belə mı, mi, mo, mü. Məsələn, səndə mi, o da mı? Gördüyünüz kimi ahəng qana tabe olur, yəni dəyişə bilir. Amma sana, sənə heç vaxt ayrı yazılmır. Ona görə cavabımız olacaq C bəndi. Keçək növbəti suala. Nümunədə əsas nitq hissələrinə aid olmayan sözlərin işlənmə ardıcıllığını müəyyən edin. Frəngiz, of, deməli burada nidadır. Nərgiz, xatırlayıram, onun için bundan əvvəl çıxışlı xalla işləndiyi üçün qoşmadır. Həmin bu yerdən onu görürsünüz, əvvəl burada çıxışlı xalla işlənmədiyi üçün köməkçi nitq hissəsi olmayacaq. Burada və bağlayıcıdır. Deməli, nə oldu? Nida, qoşma, bir də bağlayıcı. Nida, qoşma 5, 1, 2. Elə bir variant E bəndi. İstəyirdim ki, günahıma görə məni danlasın. Lakin o inadla susur və bu məni qorxudurdu cümləsindəki köməkçi nitq hissəsinin işlənmə ardıcıllığını müəyyən edin. Ki, bağlayıcı, deməli, bağlayıcı olmayan getdi. Günahına görə qoşma. Burada bağlayıcı, bu da getdi. Məni danlasın. Lakin ədat. Deməli, bağlayıcı, qoşma. Lakin yox, estağfurullah. Lakin bağlayıcıdır. Qarşılaşdırma bağlayıcısı. Deməli, bağlayıcı, qoşma, bağlayıcı. Olacaq, bağlayıcı, qoşma, bağlayıcı. Aha. Sonra inadla susur və bu məni qorxudurdu. Bu da bağlayıcı. Deməli, bağlayıcı, qoşma, bağlayıcı, bağlayıcı. Elə bir variant görək var. Aha, C bəndində var. Sual 10. O bu sözləri bir nəfəsə deyib düşündü ki, görəsən bu hərəkəti ilə qızı təşvişə salınmalıdır ki, salmadı ki, cümləsindəki köməkçi nitq hissələrinin işlənmə ardıcıllığını soruşur. Ki, bağlayıcı, deməli, modal söz getdi. Qaldı 2 variant. Görəsən modal söz. Bu hərəkəti ilə qoşma. Uyğun gəlir 2 variant. Qızı təşvişə salmadı ki, bu da ədat olacaq. Deməli, cavabımız E bəndi. Ağılla fərasət oldu. Şübhəsiz qələbə də olacaq. Sevincdə. Cümləsindəki köməkçi nitq hissələrinin işlənmə ardıcıllığını müəyyən edin. Burada iləni və ilə əvəz edə biliriksə bağlayıcıdır. Deməli, bu bağlayıcı. Şübhəsiz modal söz. Qələbə də olacaq. Sevinc də təkrarlanırsa, bu da bağlayıcı olacaq. Deməli, bağlayıcı modal söz. Bağlayıcı. Belə bir variant var. Bağlayıcı. Modal söz. Bağlayıcı. Hə, 2-dən bağlayıcı var. Ona görə cavab E bəndi olacaq.
12. Köməkçi nitq hissələrinin işlənmə ardıcıllığını müəyyən edin. Yaxşı, qoca, mən artıq əl çəkirəm ölüm hökmündən. Ancaq keçəcəyəm yazan əlinə. Səməd Vurğun pyesindəndir bu. Yaxşı modal sözdür. Çünki vergüllə işlənib. Artıq ədatdır. Ancaq, yəni amma, ancaq, lakin keçəcəyəm yazan əlin. O da olacaq bağlayıcı. Modal söz, ədat bağlayıcı. Cavab A. Sual 13. Altından xətt çəkilmiş sözlərdəki la nədir? La, yəni ilənin keçəcləşmiş forması. Birbaşa bunu oxuyaq. Çəklərlə, quşlarla dolacaq bağım mənim. Çəklər ilə, quşlar ilə ayrı-ayrı da qoşma olacaq. Həm də gördüyünüz kimi burada vergül var, yəni sadalama intonasiyası var. Daşacaqlar həyatla əlvan otağım mənim. Deməli, ilə orada yuxarıda qoşma oldu. Birincisi qoşma, yəni birgəliş qoşması. Daşacaqlar həyatla əlvan otağım mənim. Burada əslində bu cür olmalı idi. Mənim əlvan otağım həyatla daşacaqdır. Lar yox, dır olmalı daha uyğun ifadə üçün. Və burada ilə bu da qoşma olacaq. Birgəliş qoşması. Yəni əlvan otağım, mənim əlvan otağım həyatla daşacaqdır. Bu formada olmalı idi. Yəni hər ikisi birgəliş qoşması. 14. Sənin oğlun Fərman qoçaq oğlandır. Ancaq onun bekar və avara gəzməyə doğrusu mənə toxunur. Nümunəsindəki köməkçi nitq hissələrinin ardıcıllığını müəyyən edin. Burada ancaq qarşılaşdırma bağlayıcısı və birləşdirmə bağlayıcısı, doğrusu modal söz. Deməli, bağlayıcı, modal söz. Keçdik növbətiyə. Hansı cümlədə düz sözü lap ədatının sinonimidir? Bunu necə tapa bilərik? Düzün yerinə biz lap sözünü qoyaq, oxuyaq cümləni. İlkin lap danışmağı xoşlayıcı olmaz. Lap əhərin kəsir olmaz. Doğru sözə lap ilqara olmaz. Çevrə üzrə lap xət gülməli çıxır. Olmaz. Deməli, Əli deyəsən gəlib lap bizim gözlədiyimiz mətləbin üstünə çıxmışdı. Deməli, cavabımız bu olacaq. Gördüyünüz kimi uyğun gəlir. 16. Verilmiş cümlələrdə köməkçi nitq hissələrinin işlənmə ardıcıllığını müəyyənləşdirin. Ey, ədat, üzr istəyirəm, nida. Məhəbbətdən başqa çıxışlı xalla işləndiyi üçün qoşma. Mənim ürəyim mərhəmi və bağlayıcı, yalnız təkcə bircə olacaq nə? Ədat. Deməli, nida, qoşma, bağlayıcı, ədat. Nida, qoşma, bağlayıcı, ədat B variantındadır. Hansı nümunənin sonundakı köməkçi nitq hissəsi əsasında durğu işarəsi asanlıqla bərpa oluna bilər? Deməli, köməkçi nitq hissəsinin əsasında. Baxaq, gənclərmi bu barədə düşünməlidirlər? Gənclərmi bu barədə düşünməlidirlər? Burada sual ədatı olduğu üçün sonunda nə qoyulmalıdır? Təbii ki, sual işarəsi qoyulmalıdır. Bizə tapşırılıb ki, burada vergül olar. Amma bizdə deyir ki, sonundakı, yəni axırda qoyulmalıdır. Yuxarılarda sənin kimi düşünənlərin sayı az deyil hətta. Burada nöqtə qoyulur, amma bu ədada daxil deyil o. Bütün baş verən hadisələrə münasibət bildirmədim bəs. Bütün baş verən hadisələrə münasibət bildirmədin bəs. Sual işarəsi. O bu işdə ancaq özünü günahkar hesab edir, təkcə özünü danlayırdı axı, nöqtə. Hə, indi burada nə deyir? Sonundakı. Burada mı? Sonda deyil axı. Deməli, bir olmayacaq. Burada nöqtə qoyulacaq. Nöqtə ədata daxil deyil. Nöqtə qoyulacaq, daxil deyil. Amma bəs sual ədatı olduğu üçün
Sual işarəsi qoyulacaq. Cavab D bəndi. Sual 18. Nöqtələrin yerinə ardıcıl olaraq artırıla bilən köməkçi nitq hissələrini müəyyən edin. Dünyanın müxtəlif xalqlarının mədəniyyətləri arasında fərqlər olduğu kimi qoşma. Bədi ədəbiyyatlarda da bağlayıcı müxtəliflik var. Bu hal əsasən milli xüsusiyyətlərlə bağlıdır. Deməli, kimi qoşma, da bağlayıcı, əsasən də modal söz. Qoşma, bağlayıcı, modal söz. Cavab olacaq C bəndi. Sual 19. Nümunədəki köməkçi nitq hissələrinin işlənmə ardıcıllığını müəyyən edin. Ardıcılığı tapmalıyıq. Həmçinin bağlayıcı. Qiymətli sayılır ki, bağlayıcı. Demək, 2 dənə bağlayıcı olmayacaq, B olmayacaq, E də olmayacaq. Həqiqətən modal söz. Deməli, canlı həyatın qaynaqlarını doğan problemlərə daha geniş, daha da ədat olacaq. Bağlayıcı, bağlayıcı, modal söz, ədat. Yəni cavab C bənd. Sual 20. Köməkçi nitq hissələri ilə bağlı doğru fikirləri müəyyənləşdirin. Baxaq. Ədat aid olduğu sözlə birləşsə cümlənin bir üzvü o olur. Xeyr, bu qoşmaya aiddir. Yalnız qrammatik mənaya malikdir. Bəli. Modal sözlərin əsas vəzifəsi cümlədəki mənanı daha da qüvvətləndirməkdir. Xeyr, bu ədata aid olan xüsusiyyətdir. Bir sıra köməkçi nitq hissələrində omonimlik özünü göstərir. Bir sıra köməkçi bəli göstərir. Məsələn, kimi qədər qoşması həm məsafə bildirə bilər, həm də nə bildirə bilər? Bənzətmə mənası bildirir. Ki bağlayıcı yalnız tabeli mürəkkəb cümlənin tərkib hissələrini bir-birinə bağlayır. Ki bağlayıcı yalnız tabeli mürəkkəb cümlənin tərəflərini bir-birinə bağlayır. Bu da düz fikir ola bilər. Baxaq. Demək, bizə nəyə soruşur? Doğru fikirləri. Doğru fikirlər deyilsə 2, 4, 2, 4, bir də 5 olacaq. 2, 4 və 5. Elə variant A bəndi. Nümunədə hansı köməkçi nitq hissələri işlənmişdir? Sən də sağ ol, qoca çoban. Vaxt ötür daha. Az mı qalır, çox mu qalır görən sabaha? Sən də sağ ol, bağlayıcı. Vaxt ötür daha, ədat. Deməli, bağlayıcı ədatdırsa, bunlar getdi. Cavabımız elə qalacaq D variantı. Az mı ədat, çox mu ədat, görən də modal söz. Demək, cavab olacaq D bəndi. Köməkçi nitq hissələrinə aid düzgün fikirləri müəyyənləşdirin. Bütün köməkçi nitq hissələri cümlə üzvlərindən vergül ayrılır. Bütün köməkçi, təbii ki, bu yanlış fikirdir. Bu modal sözlərə aid olan fikirdir. Bir qismi söz cümlə ola bilər. Bəli, söz cümlə ola bilir. Necə? Məsələn, deyirəm, dərslərini öyrənmisənmi? Əlbəttə, deyə cavab verə bilərik. Leksik məna daşıyır, təbii ki, xeyr. Qoşmalar digər köməkçi nitq hissələri ilə sinonimlik yarada bilir. Sinonimlik, xeyr, omonimlik ola bilər. Sinonimlik yarada bilmir. Bəziləri əsas nitq hissələri ilə omonimlik yaradır. Bəli, yaradır. Məsələn, doğru qoşması sifət və zərf kimi işlənə bilər. Bizdən düzgün fikirləri soruşursa 2, 5. Cavab D bəndi. Sual 23. Verilmiş cümlələrlə bağlı doğru fikirləri müəyyən edin. Bizə nə lazımdır? Doğru fikirlər. Görünür, qız evi biraz bundan qabaq silib süpürmüşdü. Cümlədə modal söz və qoşma işlənmişdir. Baxaq. Modal söz bundan qabaq qoşma.
düzdür. O özündə fərəhli bir yüngüllük və sevinci hiss etdi. Cümlədə ədat və bağlayıcı var. Baxaq. Və burada bağlayıcıdır. Fərəhli bir. 2 ilə əvəz edə bilmirsə ədatdır. Bu da düzdür. Deməli sonra 1-2 cavabımız elə B bəndi olacaq. O birisilə də baxaq. Təzə çəkilmiş yol bəzən ilan kimi qıvrılaraq sərt qayaların arasından keçirdi. Cümlədə məsafə mənası bildirən qoşma var. Məsafə mənası xeyr. Bu, kimi qoşması əgər yönlü kələ qoşularsa, onda məsafə bildirir. Elə bil ki, burada bahar təzə başlayıcı cümlədə modal sözü və bağlayıcı var. Elə bil ki, deməli bu ki bağlayıcı sözləri bəzi bağlayıcılara və modal sözlərə qoşulanda onun tərkib hissəsi olur və ayrıca bağlayıcı olmur. Məsələn, hərçənd, hərçənd ki, həm də ki. Sonra o öz gəlişinin əsas məqsədi haqqında danışdı. Zaman və aidlik mənası bildirən qoşmalar var. Haqqında aidlik bildirir, amma burada sonra çıxışı xalın işlənmədiyi üçün zərf olur. Yəni yanlışdır. Keçək növbəti suala. Sual 24. Verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Deməli, biz nəyə baxmalıyıq burada? Doğru, yəni uyğun fikirlər. Yoldan tez-tez taxıl və samanla dolu maşınlar gəlib keçirdi. Burada köməkçi nitq hissəsi və bir də ilə qoşması və bağlayıcı ilə qoşması. Bu müddətdə yalnız 4 dəfə yalnız ədat 4 dəfə kəndə anasının yanına gəlmişdi. Burada başqa köməkçi hissəsi yoxdur. Professor öz qapılarında, ata yurdunda da bağlayıcı. Təzə salınmış bağça gördü. Gəlin baxaq. Bir ədat işlənmişdir. Yəni, buradan soruşur ki, yalnız birinə aid olan. Təbii ki, ədat sadəcə ikinci cümlədədir, düzdür. Qoşma adlı xalla da olan ismə qoşulmuşdur. Baxaq, bəli, adlı xalda olan ismə qoşulub, bu da düzdür. 1-2. Cavabımız olacaq A bənd. Çünki 1-2 yalnız A variantında var. 3-ə baxaq, bağlayıcıdan istifadə olunmuşdur. Buradan isə ikisinə aid olan fikir. Baxaq, 1-ci və 3-cü cümlədə bəli, düzdür. Ədat quruluşu isə sadədir. İkisinə deyirsə, uşaqlar, bu burada olsa düz olar. Çünki bir cümlədə işlənib ədat. 4 yanlışdır. Bağlayıcı quruluşu sadədir. Burada deyir ki, heç bir cümləyə aid olmayan fikirdir. Bağlayıcı təbii ki, 1 və 3-də bağlayıcılar sadədir. Yəni ki, 2 cümləyə aiddir. Bağlayıcı cümlə yəni 5 səhvdir, üzr istəyirəm, səhv seçdim burada. Yəni 1 3-cü cümləyə aid olduğu üçün bu yanlış olacaq. Bağlayıcı cümlə üzvlərini əlaqələndirmişdir. Baxaq. Burada bunu silim daha aydın olması üçün bunu sintax təhlil eləyək. Yoldan tez-tez taxıl və samanla dolu maşınlar gəlib keçirdi. Necə maşınlar? Taxıl və samanla dolu. Bu adlanır qeyri-təyini söz birləşməsi. Yəni, buradakı və bağlayıcı cümlə üzvlərini yox, sadəcə birləşmənin içindədir. Deməli, cümlə üzvlərini bağlamayıb. Sonra burada da ata yurdunda da təzə salınmış bağça gördü. Burada da 2 dənə sözü bağlamayıb bir-birinə. Yəni cümlə üzvlərini bağlamayıb. Cavabımız olacaq 1 də 6. Keçək 25-ci suala. Verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Onun üzündə coşqun həyata qarşı biganə və kədərli bir ifadə vardı. Həyata qarşı, biganə və kədərli və bağlayıcı bir ifadə var idi. Bu da olacaq ədat. Almurad baba ilan kimi nazik, ilan kimi bənzətmə qoşması, lakin bağlayıcı qapqara bulud parçasını göstərdi. Bizdən nə soruşur? Ortaq cəhət, bir də ortaq olmayan cəhət, yəni deyilləri. Qoşma işlənmişdir. Baxaq. Bəli, hər ikisində qoşma var, bir düzdür. Köməkçi nitq hissələri quruluşu isə sadədir. Qarşı və bir, kimi, lakin, bəli, 2 də düz olacaq.
Qoşma adlı xalda olan ismə qoşulmuşdur. Baxaq, həyata yönlü çaldır. Üç yanlışdır. Ortaq olmayan cəhət. Ədad işlənmişdir. Baxaq. Ədad təkcə 1-də işlənib, 2-də işlənməyib. Yəni ortaq olmayan cəhət sayılır. Düz. Tərkibində bağlayıcı var. Burada da var. Burada da var. Yəni, hər iki cümlədə bağlayıcı var. Ortaq xüsusiyyətdir. Olmayacaq. Deməli, 1, 2 və 4 cavab olacaq A bəndi. Verilmiş cümlə ilə bağlı uyğun, yəni doğru fikirləri müəyyən edin. İkinci cümlədən sonra ayı daha tərpənmədi. Lakin biz onun yanına getməyə cəsarət etməyib obaya tərəf qaçdıq. Güllədən sonra bu olacaq qoşma, daha ədad, lakin bağlayıcı, tərəf, bu da olacaq qoşma. Bunu biraz uzaqlaşdırım, yaxşı görünməsə o suala baxa bilərsən, biz baxa bilməyəcəyik. Belə baxıram, bu cür də alınmayacaq. Görüm oxuya biləcəm, belə yadımda qalacaq. Qoşmalar ismin eyni, deməli doğrudur. Qoşmalar ismin eyni halında olan sözlərə qoşulmuşdur. Baxaq. Qoşmalar. Qoşmalar hansısa yönlü çal. Deməli. Burada yönlü çaldır. Burada isə çıxışlı xal. Deməli yanlışdır. Bir yanlış olacaq. Bağlayıcı mürəkkəb cümlənin komponentlərini əlaqələndirmişdir. Baxaq. Bağlayıcı mürəkkəb cümlənin komponentlərini. İkinci cümlədən sonra ayı daha tərpənmədi. Lakin biz, təbii ki, 2 dənə cümlə varsa, lakin burada deməli nə olacaq? Mürəkkəb cümlənin komponentlərini bağlayıb. Deməli, 1 yanlış, 2 doğru olacaq. Burada yanlışı soruşur bizdən. Qoşmalardan biri zaman, digəri istiqamət çaları yaratmışdır. Baxaq, 4-ə baxaq. Köməkçi nitqçilərindən yalnız qoşma və bağlayıcı işlənmişdir. Qaydaq görək qoşmalar hansı çalarlar yaradıb orada. İkinci cümlədən sonra zaman, lakin biz onun yanına getməyə cəsarət etməyib, obaya tərəf istiqamət bildirir. Görə burada nə yazmışdı bizə, nə demişdi? Qoşmadan biri zaman, digəri isə istiqamət çaları yaratmışdır. 3 doğrudur. Yalnız qoşma və bağlayıcı deyə başqa bir şey yox idi ki orada. Belə. Hə, burada daha da olduğu üçün ədad da var. Deməli, yanlış hansı olacaq? Siz də yordum aşağı yuxarı. Aha, deməli, yaxınlaşdıraq bunu. Burada deyək ki, qoşma və bağlayıcı ədad olduğu üçün bu da yanlış olacaq. Yəni, yanlışda yanlış doğru. 2 və 4 cavab B bəndi. Bu uzun sualdır. Uzunluğa da sual baxaq. Ya, bismillah. Deməli, cədvələ əsasən köməkçi nitqçiləri ilə bağlı uyğun, yəni doğru fikirləri müəyyən edin. Nümunə, fikir, hökm. O fikirləşirdi ki, əgər canavarlar onların burada olduğundan duyuq düşsələr, əl çəkməyəcəklər. Burada bağlayıcı əgər tabelikdir, hökm doğrudur. Ona görə də ətraf ərazilərin qoyun quzusu yaylağa köçənə qədər burada saxlanılır. Burada görə nə var? Ona görə deməli qoşmaq və quruluşsa mürəkkəb tabelik bağlayıcı. Ona görə də deməli quruluşsa mürəkkəb tabeli bağlayıcı. Qədər, sadə, qoşma. Yanlış yazılıb olmayacaq. Çünki doğrudur. Görəsən səhər işığı canavarların onların əl çəkməsinə kömək edəcəkdimi? Köməkçi nitqçilərindən yalnız güman və şübhə bildirən modal söz var. Edəcəkdimi? Burada mu da var axı. Görəsən var. Amma mu ədadı da var. Yanlışda yanlış, doğru sayılacaq. Sultan dayının günəşdə yanmış mis rəngli
üzündə yenə bir xəfif bir təbəssüm göründü. Bağlayıcı və sa ilə omonimliyi olan ədad işlənmişdir. Baxaq görək. 1. Burada 1. Sa ilə omonimliyi var. Rəngli üzündə yenə də bəli, doğrudur. D həm də bağlayıcı var. Deməli, doğruda yanlış sayılır. Bu nədir? Deyəsən, bununla qonağın başını aldatmaq istəyirsən. Modal söz və yəli çalında olan əvəzliyə qoşulmuş qoşma işlənmişdir. Deyəsən, modal söz bununla qonağın başını bununla yəli çalda olan əvəzliyə qoşulmuş qoşma da işlənib. Bu da doğruda doğru cavab sayılır. Deməli, hansılar oldu? 1, 3, 5. Cavab B bəndi. Senin sola keçək. 28. Biraz yaxınlaşdıraq. Bunu kim seçdi bunu? Nümunədə hansı köməkçi nitq hissələri işlənmişdir? Ardıcıllığından demək, az mıdır? M, ədad. Ədad. Məyər, ədad. Bu da bəşər üçün, bu da bağlayıcı. Bəşər üçün qoşma. Hazır fikirləri, düşüncələri başlara doldurub satdılar bəlkə. Modal söz. Ədad bağlayıcı qoşma modal söz. Baxaq. Cavab B bəndə elə bir variant var. Nümunədə hansı köməkçi nitq hissələri işlənmişdir? Yenə də ardıcıllıqla tapmalıyıq. Qarşımda nə çəpər, nə də ki barı. Nə də. Olacaq nə? Bağlayıcı. Sonra mənim də o da bağlayıcı. Ömrümə beləcə gəldin. Qəlbimdə bir çınqı ot saxla barı. Burada barı nədir? Olacaq ədad. Bəlkə modal söz. Bir çırağı yandıra bildin. Bir çıraq burada bir say olacaq. Deməli, gəlin baxaq. Nə də bağlayıcı. Mənim də bu da bağlayıcı. Beləcə gəldin. Burada C ədad. Qəlbində bir çınqı ot saxla barı. Biraz bağlayıcı. Deməli, bağlayıcı. 3 dənə bağlayıcı olacaq onda. Elə bir variant görək var. 3 bağlayıcı. Sonra C ədad, 1 ədad, 2 ədad. Bir də bəlkə modal söz. İndi burada sual verə bilərsiniz ki, bəs burada barı niyə saymadın? Qarşımda nə çəpər, nə də ki barı. Uşaqlar, barı həm də köhnəlmiş söz olaraq hasar deməkdir. Yəni, buradakı mənası hasardır. Buradakı mənası isə arzu ədatı sayılır. İkinci cümlədə beləcə. Burada C ədatdır. Çünki cümlədən çıxardanda heç bir dəyişikliyi baş vermir. Sual 30. Nümunədəki əsas nitq hissələrinə aid olmayan sözlərin işlənmə ardıcıllığını müəyyən edin. Əsas, yəni ki, olmayan deyirsə, deməli, köməkçi nitq hissəsini soruşur bizdən. Görəsən, modal söz. İndi də ədad. İndi də ədad olmayacaq desən bir dəqiqə. İndi də əvvəl kimi oynaya bilərəmmi? İndi də, yəni başqa vaxt oynayırdım, indi də. Deməli, bağlayıcı. Bu bağlayıcı oldu. Əvvəl kimi qoşma. Bu da midə ədad. Modal söz bağlayıcı. 4, 2. 4, 2. Qoşma, ədad. Cavab olacaq C bəndi. 31.
Verilmiş cümlələrdə köməkçi nitq hissələrinin işlənmə ardıcıllığını, müəyyən ardıcılığı tapmalıyıq. Ən, ədat, deməli bunlar getdi. Böyük bəla tale ilə razılaşa bilməməkdir. Tale ilə qoşma. Deməli, ədat qoşma. Deməli, bağlayıcıda olmayacaq. Sərlövhə kitabın yol göstəricisi olduğu üçün qoşma. Deməli, ədat, qoşma, qoşma. Bu da olmayacaq. Üçün onu elə yazmaq lazımdır ki, bağlayıcı. Ədat, qoşma, qoşma, bağlayıcı cavab B bəndi olacaq. Fikirlərin hər üçünə uyğun gələn sözü müəyyən edin. Köməkçi nitq hissəsi kimi cümlədə arzu mənası bildirməlidir. İsim kimi işlənməlidir. Quruluşca sadə olmalıdır. Baxaq. Barı, bayaq dediyim kimi, həm hasar mənasında işlənir, həm arzu bildirir, həm də sadədir. Yəni, cavab da C bəndi olacaq. Sual 33. Nümunədə işlənmiş köməkçi nitq hissələrinin ardıcıllığını müəyyənləşdirin. Sən ki, uşaq deyilsən. Sən ki, vergül yoxdursa ədat. Deməli, bir nə gəlməlidir? 3 gəlməlidir. Bunlar ikisi də getdi. Mən də sənin üçün də bağlayıcı. 3, 2. Bunlar da getdi. Qaldı B. Üçün qoşma 1 gəlməlidir. Deyiləm ki, yenə ki, burada bağlayıcıdır. Hansı cümlədə həm qoşma, həm də bağlayıcı işlənmişdir? Çiçəklərlə bəzədilmiş otaq qonaqları valeh etdi. Bu da L qoşmadır, bağlayıcı yoxdur. Duzla çörək dostluq rəmzi. Duz və çörək bağlayıcı qoşma yoxdur. Bu məsələ zadəganlarla tacirlər xalqla eyni fikirdə idi. La bağlayıcıdır burada, qoşma yoxdur. Atamla ərik ağacının altında oturmuşdum. Kimi ilə qoşmadır burada, bağlayıcı yoxdur. Qız qalasının hər mərtəbəsi daşdan hörülmüş, tavanla örtülmüşdür. Baxaq, qız qalasının hər mərtəbəsi daşdan örülmüş, tavanla örtülmüşdür. Bəs burada cavab biz niyə tapa bilmədik? Bir də qayıdaq. Qız qalasının hər mərtəbəsi daşdan hörülmüş, tavanla örtülmüşdür. Bu da tavanla qoşmadır, bəs bağlayıcı. Çiçəklərlə bəzədilmiş otaq qonaqları valeh etdi. Burada yoxdur. Duzla çörək dostluq rəmzidir. Burada yoxdur. Bu məsələdə zadəganlarla tacirlər... tapdıq. Zadəganlar, tacirlər xalq ilə. Bu da qoşmadır. Cavab olacaq B, C bənd. Diqqətdən qaçır biraz. Diqqətli olmaq lazımdır. Nümunədə əsas nitq hissələrinə aid olmayan sözlərin, yəni köməkçi nitq hissələrini soruşur bizdən yenə. Həm də sən həmişə deməzdinmi ki, insan öz arzusuna qarşı durmamalıdır. Həm də bağlayıcı. Deməli, bir də 2 gəlməlidir. Bunlar getdi. Deməzdinmi? Ədat gəlməlidir. 3, 2. Deməli, 2, 3 olmalıdır. Cavab C olacaq. 2 yenə bağlayıcı olmalıdır. İnsan öz arzusuna qarşı qoşma olmalıdır. Köməkçi nitq hissələri ilə bağlı düzgün fikirləri müəyyənləşdirin. M sual ədatı ayrıda işlənə bilmir. Bayaq dedik ki, axı, sən də olanda dadə arasına girir və ayrı işlənir onda. Yanlışdır. Qoşmaların hamısı sözdən ayrı yazılır. Xeyr, bitişik yazılanlar da var. Tək qoşması, tək qoşması, məsələn. Ədatlar öz aralarında sinonimlik yarada bilmir. Öz aralarında sinonimlik yarada bilmir. Yox, yarada bilir, yanlışdır. Necə? Bir-birini əvəz edə bilir. Məsələn, məhdudlaşdırıcı ədatlar bir-birini əvəz edə bilirsə,
sinonimlik yarada bilir. Qoşma qurulsa yalnız sadə olur. Bəli. Ha yerinə görə həm qüvvətləndirir, həm də əmr ədatı kimi işlənə bilir. Necə olur o? Əgər ha ədatı feilin əmr şəklində işlənirsə, onda əmr ədatı olur. Oxu ha, gəl ha. Amma desəm gəlir ha, o qüvvətləndirici ədat olacaq. Cavab 4, 5. Sonra keçək 37-ci suala. Nümunədə işlənmiş köməkçi nitqsə ilə bağlı səhv fikirləri soruşur bu dəfə. Sənin danışdığı da sanki modal sözdür. Mən də bağlayıcıdır. Dağıstan igidlərini görürəm. Ah, nidadır. Doğrusu modal sözdür. Baxaq, ardıcıl olaraq modal söz, ədat, nida, modal söz və qoşma işlənmişdir. Modal söz, ədat, xeyr, mən də burada bağlayıcıdır, bir yanlışdır. Bənzətmə, müqayisə və güman şübhə bildirən modal sözlər işlənmişdir. Sanki bənzətmə, müqayisə, doğrusu, güman şübhə yox, təsdiq bildirir, yanlışdır. Xitabdan əvvəl işlənmiş ah həm çağırış, həm də təəssüb bildirən nidadır. Baxaq, ah, xeyr, çağırış bildirmir, yanlışdır. Nümunədəki qoşma adlı xallı sözlə işlənib. Qoşmaya baxaq, görək. Səni bu qədər istədiyimi bilmədim. Bu adlı xalda. Düzdür. İkinci cümlədə köməkçi nitq hissələri ilə bağlı vergül işarəti düzgün qoyulmuşdur. İkinci cümlədə ah, deməli, ah nidadan sonra vergül, banu xitab olduğu üçün, həm də ki, onun doğrusu modal söz gəldiyi üçün vergül düzgün işlənəcək. Yəni, bu da düzdür. Cavab olacaq 1, 2, 3, C bəndi, yanlış cavablar. Nümunədəki köməkçi nitq hissələri ilə bağlı səhv fikirləri müəyyən edin. Səadət xanım olsun ki, səxavətli deyil, ancaq gözəlliyi və rəhimdilliyi ilə şöhrət tapmışdır. Baxaq, burada olsun ki, modal söz, ancaq bağlayıcı və bağlayıcı ilə qoşma. Modal söz, bağlayıcı, ədat, qoşma. Yanlışdır. Nümunədəki modal söz bəlkə də sözünün sinonimdir və yəqinlik mənasını bildirir. Səadət xanım bəlkə də sərvətli deyil. Yəqinlik, bəlkə də sözün sinonimi yəqinlik bildirir. Bəlkə güman şübhə bildirdiyi üçün yanlışdır. Ancaq sözü omonimdir, nümunədə ədat kimi işlənib. Baxaq, ancaq. Xeyr. Ancaq orada lakin əvəzinə varsa bağlayıcıdır. Köməkçi nitq hissələrindən ikisi omonimlik yaradır. Baxaq. Burada ilə bağlayıcısıdır, qoşmasıdır, həm də bağlayıcı olur. Ancaq bağlayıcıdır, ədat kimi də işlənə bilir. Yəni, omonimlik yaradır, düzdür. Cümlədə və birləşdirmə bağlayıcı ilə qoşmadır. Bu da düzdür. Cavab yenə olacaq 1, 2, 3, C bəndi. Cümlələrin birində 3 müxtəlif köməkçi nitq hissəsi, deməli 3 həm də müxtəlif olmalıdır. Satqınlar və casuslar çox vaxt qaçqınlar ilə birlikdə arxaya da keçə bilirlər. Burada və bağlayıcı, ilə qoşma, arxaya da, bu da bağlayıcı, 2 olduğu üçün yanlışdır. Mirzalı sazla gələn oğluna işarə etdi ki, geri qayıtsın. Sazla qoşma, 2, bağlayıcı, 2-dən olduğu üçün yanlışdır. Axı Murad qardaşı ilə necə razılaşa bilərdi? Burada axı, ədat, ilə qoşma, başqa burada necə, sual əvəzidir, yanlışdır. Ürəyindən keçdi ki, bağlayıcı, anası və bağlayıcı, üçün qoşma, bu da yanlışdır. Elə Gülgəzin əri Mirələn də deyəsən sürücüdür. Elə, ədat, də, bağlayıcı, deyəsən modal söz, cavabımız da olacaq E bəndi.